Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdətən min lisani yefqahu qavli. Uca Allahın salamı olsun əziz peyğəmbərinə və onun pak əhli beytinə. Salamlayıram dəyərli izləyiciləri. Əziz izləyicilər, bildiyiniz kimi Mühərrəm ayının astanasındayıq. Bu qəmli və hüzünlü günü başda İmam Zaman ağa olmaqla bütün müsəlmanlara, İmam Hüseyn aşiqlərinə təsliyyət deyirəm. Bu günlərə qəflətdən oyanaraq, dərk edərək daxil olsaq daha yaxşıdır. Əziz izləyicilər, Mühərrəm və Səfər ayının günlərinin özünə məxsus dəyərli, yüklü və böyük və əzəmətli mövzuları var ki, o mövzulardan biri də tövbə fenomenidir. Tövbə fenomeninin misdaqları arasında özünə məxsus yer kəsb etmiş, peşman olmuş Cənab Hürrün tövbəsidir ki, bugünkü əzadarlara da yenə həmin tövbə sanki bir mayaq kimi yol göstərir. Dəyərli izləyicilər, Mühərrəm ayının öncəsi hazırlıqları həqiqi müntəzirlərin, həqiqi intizarçıların ruhiyyəsinə qayıdır. Çünki Kərbəla vaqiəsi ilə axır zaman arasında bir körpü vardır. Əgər biz Aşuranı tanısaq, əlbəttə ki, biz dövrümüzün imamına itaət etmiş olarıq və beləliklə İmam Hüseyn əleyhissalamın istəyi və arzusu da, hədəfi də yerinə yetirmiş olar. Dəyərli izləyicilər, bildiyiniz kimi Kərbəla mövzusu o qədər böyükdür ki, əzəmətli və ümumidir ki, kütləvi bir məsələdir ki, ona müxtəlif yanaşmalar və fikirlər söylənmişdir. Mənim bugünkü mövzum isə Kərbəlanın ali hədəfi nə olmuşdur və Aşura məktəbi bizlərə hansı dərsləri öyrədir? Əziz izləyicilər, bildiyiniz kimi bu hərəkatın ali hədəfi fövqəl dərəcədə mübarək olub və özündən əvvəlki bütün hərəkatların nöqtəsini qoyub. Aşura məktəbinin ilkin və ən zəruri hədəflərindən biri İslamın din olaraq əhyasıdır və diri saxlanılmasıdır. Gələk bugünkü günümüzə, İmam Hüseyn əleyhissalamın tərəfdarı kimi baxaq bu məsələyə. Biz necə İslam üçün bir şey etmişikmi? İslamın dini qalması üçün nə etmişik? Özümüzə sual verək. İlahi, İslam üçün mən nələr etdim? Mənim vücudumla, mənim rəftarımla İslama daxil olan oldumu və yaxud da mənim əxlaqımla, mənim rəftarımla İslamdan kənarlaşdılarmı? Allahdan istəyək, əgər İslama bir xeyrimiz varsa ona şükür edək. Əgər ziyanımız varsa tezliklə tövbə edək. Çünki bu ali hədəfin sonsuz dərəcədə fədakarları var. Onların yanında biz xəcalətli olmayaq. Əziz izləyicilər, İmam Hüseyn əleyhissalamın pak hədəflərindən biri də imtina fəlsəfəsidir. İmtina fəlsəfəsi İmam Hüseyn əleyhissalamın Kərbəlada öz dövrünün hakimi ilə, yəni Yezidlə beyət etməkdən imtina etməsi ilə nəticələnən bir əməlidir ki, böyük bir əməlidir ki, bu imtina ilə İmam Hüseyn əleyhissalam bütün bəşəriyyətə imtina dərsi keçir. Bugün Aşuranı yaşadanlar baxmalıdırlar ki, öz həyatlarında imtina dərsindən bir şey götürüblər, yoxsa götürməyiblər. Çünki biz sadəcə tarixi danışa bilərik, amma əsas ona əməl etməkdir. O qədər önəmlidir ki, La ilahə illallahın birbaşa əməli yaşantısıdır. Və gərək biz əməllərimizə baxaq. Öz nəfsimizin müqabilində, cəmiyyətin və toplumun gərəksiz və yeritdiyi ucuz və bayağı məsələlərin müqabilində, Allaha aparmayan yolların müqabilində bir şeydən, nədənsə imtina edə bilirikmi? Əgər bunu ediriksə, deməli Aşuranı da dərk edib və yaşadırıq. Əziz izləyicilər, İmam Hüseyn əleyhissalamın hədəflərindən biri də yaxşılığa dəvət, pis işlərdən çəkindirmək olub. İmam Hüseyn əleyhissalamın Mədinədən yola düşərək Məkkəyə, oradan da Kərbəlaya və Kərbəla hadisələrindən bütün başdan başa biz İmam Hüseyn əleyhissalamın insanları pislikdən çəkindirmə və yaxşılığa dəvət etmək dərslərini öyrənə bilərik və müşahidə edə bilərik. Əziz izləyicilər,
Əbu Abdillahın hədəflərindən biri də ümmətin islahı və fəsadla mübarizə olmuşdur. Ümmət o zaman bir neçə 10 illərdə elə bir vəziyyətə gəlmişdi ki, öz İslami kimliklərini unutmuşdular. Ümmətə, topluma fəsad daxil olmuşdu. Və beləliklə İmam Hüseyn əleyhissalam bu məktəbi yaratmaqla indiki zamanda belə ümməti İslami baxımından sığortalayır. Bu məktəb boyunca müşahidə etdiyimiz ana xəttlərdən biri də İmam Hüseyn əleyhissalamın bir ilahi, bir imam kimi, bir rəhbər kimi öz üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməsi olmuşdu. Bu da bizə yenə bir örnək və nümunədir ki, biz necə öz vəzifələrimizi düzgün tanıyıb əməl edə bilirikmi və yaxud da edilirikmi? Qaydaq tövbə mövzusuna. Aşuranın öyrətdiyi ən mühüm dərslərdən biri də tövbə mövzusudur. Ən inkişaf etmiş cəmiyyət əgər tövbədən qaçınsa, tövbə etməsə, həqiqətən tənəzzülə məhkumdur. Biz bunu Aşurada gördük. Həzrəti Peyğəmbərin qurduğu bir cəmiyyət gəldi, elə bir vəziyyətə çatdı ki, tövbədən uzaqlaşaraq elə bir vəziyyətə çatdı ki, öz imamlarına qarşı çıxdılar və onu qətlə yetirdilər. Əziz izləyicilər, bunlardan belə başa düşülür ki, belə bir nəticəyə gələ bilərik ki, necə namaz qılmaq, oruç tutmaq əhəmiyyətlidir və vacibdir, eləcə də insanın daxilinə baş vurması, içindəkilərlə mübarizə aparması çox önəmlidir. O əməllər ki, biz Allah bəyənmir və yaxud da Allah bəyənir, onlara diqqət yetirməsək, insan həqiqətən də tənəzzülə doğru gedər və bir də baxar ki, öz imamının elə düşməni elə özü olmuşdur. Allah bəyənən əməllər etmişiksə şükr etməliyik. Allah bəyənməyən əməlləri isə tərk edib və tezliklə tövbə etməliyik. Tövbə, namaz və oruc kimi mömin və möminələrin üzərinə düşən mükəlləfiyyət mövzusudur. Tövbə Allahla bəndə arasında ən önəmli əməldir. Həqiqi tövbə möminin dağılmış ruhiyyəsini, cəhətlərini aradan aparır və müsbət xüsusiyyətlərində insana kömək eləyir, bərpa eləyir və insanı ruhiyyələndirir, gücləndirir və bir də tövbə etməklə insan öz günahlarının təsirinin aradan getməsinə səbəb olur. Dəyərli izləyicilər, biz də sizlərin adından, bizlərin adından və bütün müsəlmanların adından Allaha dua edirik ki, İlahi, bizləri bağışla, günahlarımızı bağışla. Bax elə həmin bu günlərdə Həzrəti Peyğəmbərin ən çox sevdiyi Peyğəmbərimizdir və onun əhl-i beytidir ki, onların xatirinə İmam Hüseyn əleyhissalamın o körpə susuz, oxlanmış Əli Əsğərin xatirinə bizlərin günahını bağışla və o fəzilətlər ki, sən əzadarlara bəxş edərsən, İlahi, o fəzilətlərdən, savablardan bizi binəsib etmə inşallah. Əssalamu aleykum və rəhmətullah və bərəkət.